Kesid alaq mətbəxə. Gülzar da dedi, elə bayaqdan mən bunu gözləyirdim. Nəyi gözləyirdin Gülzar? Mətbəxi. Niyə? Mətbəxi çox sevirəm. Ona görə. Yemək hazırlamaqda. Ötən dəfə biz həm söhbət olduq, elə Günaydın Azərbaycanda. Gəlin dəfə gəndə özüm gəlib pişirəcəm. Olsun, maraqlı olar, hə Seymur? Bizə də xoş olar elə. Və bir daha xatırlatma eləyək. Daha çox Gülzar Fərəzova hansı yeməyi daha yaxşı pişirir ki, o qonaqlar evdə, eşikdə, uşaqlar deyirlər ki, Gülzar, bax bundan yenə hazırlar. Əslində belə yaşımın az olmağına baxmayaraq mətbəxi çox sevirəm. Düşünürəm ki, mətbəxə girəndə 100% bütün yeməkləri yox, bir 70-80% yeməkləri dadlı bişirə bilirəm. Çünki sevərək eləyirəm. Bəs Qarabağ aşını necə? Çox qəşəng bişirirəm. Hə, bu gün Qarabağ aşı aldı. Ay, nə gözəl, nə gözəl. Düz əminəm ki, o mənim pişirdiyimdən daha dadlıdır. Burada şeflərin əl işi var. Mən onlarla yarışa bilmərəm. Amma ev daxilində, ailə daxilində yaxşı bişirirəm. Onlar daha peşəkarcasına, belə deyək də, onların ixtisasıdır, peşəsidir. Odur ki, onlar hazırlayırlar. Arzu, səndə necədir mətbəxlə münasibətlər? Necə olacaq? Səncə? Məncə əla olar. Amma Qarabağ aşı bir Qarabağlı olaraq. Allah hamımızın evini, süfrəsini ruzu bərəkətliləsin. Amin. O qədər yetirsin ki bizə, hamımıza. Bax elə pişirək, düşürək, yeyək, içək. Allah hamının qazanını həmişə qaynar eləsin. Ruzusu bol olsun hər kəsin ki, səhər yuxudan durub deməsin Allah, gün ortaya nə pişirim? Görün axşama nə hazırlayım. Yəni o qədər versin Allah ki, belə 3-4-5 cürə yeməkləri bişirək, bax belə düzən süfrəmizin bu başından o başına qədər. Amin. Və əlbəttə ki, Mikal, bütün xanımlar kimi, mən sənə bir söz deyim. Elə bir xanım yoxdur ki, Azərbaycan xanımından gedir də təbii ki söhbət. Elə bir Azərbaycan xanımı yoxdur ki, onun əlindən hansısa bir yemək, bəli. Bişirməmək gəlməsin, bişirib düşürməmək gəlməsin, süfrə açmaq gəlməsin. Bu mümkün deyil. Bu bizim canımızda, qanımızda, ruhumuzdadır. Biz Azəriyik, biz Azərbaycanlıyıq. Biz bişirməyi də xoşlayırıq. Yeməyi də xoşlayırıq. Yeməyi də xoşlayırıq. Qarabağ aşını hazırlaya bilirsən də. Əlbəttə ki, əlbəttə olmadı ki. Qarabağ aşı, tənəkdə olması. Bəs o qazmağını özün hazırlayırsan. Qazmağı hə, ona yumurta ilə, düyü ilə. Qatıq da olur da. Qatıq da vururuq, biraz da un vururuq. Dadına baxmaq O lazım. ki, o belə xırta-xırtdan yiyirsən. Amma xırt-xırt demişkən, bu gün xırt-xırt nə idi o? Xırt-xırt hazırlayır. Xırt-xırt balımcan. Hə, xırt-xırt badımcan. Hamının sevimlisi. Çox sevir xanımlar, bilirəm bunu. Belə bir təklif eləyim də. Bir gündə verilişlərin birində Günaydın Azərbaycanda Gülzar zaten özü dedi ki, özüm hazırlayacağım. Gəlin belə eləyək. Mətbəxdə qonaq qismində bu dəfə Seymur, Natiq dayansın. İlkin də eləcəm, istisna deyil. Burada siz hazırlayın. Biz dedikdə yəni. İkimiz. Biz Amma bir yemək hazırlayaq da, rəqabət. Biz dedikdə yəni sənlə birlikdə yoxsa necə? Yox, mən yeganə bir yeməyi hazırlaya biləm. O da yumurta qaynadıram. O da elə qaynadıram ki, sonra qabığını soyulmur. Aləm qarışır. Ən ağır yeməyi hazırlayırsan sən. İnan zülüm çəkirəm. Əlbəttə ki, niyə də hazırlamırıq? Yəni, yenə də deyirəm, biz Azərbaycan xanımıyıq. Bizim həmişə, yəni, borcumuzdur ki, bişirək, düşürək, süfrə açaq. Qadının gözəlliyi nədir? Qadının gözəlliyi budur, doğrudan. İnan ki, bəzi sənətçilər belə deyim də, efirdə deyirlər ki, yo, mən əlimi vurmuram, mən bayaq deyəcəkdim, evdə köməkçilərim. Bir-iki nəfər olub, sual vermişəm, deyib, mən sonra fikirləşmişəm ki, o ömürgün yoldaşlarına da sadəcə ürəyimdən ilki miskəlini salamlayıram aktyorumuzu. Onun təbirincə ürəyimizə bir söz gəlib ki, ay yazıq. Yəni, bəs o kişi nə yiyib evdə? Nə yeyir, nə için? Vallahi yəni belə çıxmasın. Divanla bizim belə deyək də mətbəxdə olanda dolabla divanın arasında bir addım var da. Bir addımdan sonra çayı götürmək olar, amma o çayı da mən götürmürəm ki, xanımıma deyirəm ki, o çayı mənə onda daha maraqlı olur da, daha yaxşı olur, daha nuşicanlıqla olur. Bəli. O xanım da sevə-sevə ki, sənə xidmət edir, xidmət göstərir. Onun da bir ayrıcalığı var. Eşq olsun deyirəm Azərbaycan xanımlarına və eşq olsun sizlərə. Deyirəm biz yavaş-yavaş kesid alaq masa ətrafına, gözəl bir ifalarla. Daşqın bayaqdan deyir ki, Aycan nə deyirsən? Hər şey əladır. Yaxınlaşacağım az sonra. Ay Daşqın, canlıca o ki, Gəncədən bilirəm, gözəl ifalarla gəlmisən.